Salam dostlar, bu videoda mən sizlərə VirtualBox üzərində bir Windows-un virtual maşının quraşdırılması, sonra isə həmin virtual maşını domain qrupa əlavə olunması və Active Directory-da yaratdığımız bir user ilə həmin Windows-un virtual maşında login olmağı göstərəcəm. Bunun üçün ilk öncə biz virtual maşında, yəni VirtualBox-da daha doğrusu yeni bir virtual maşın yaratmalıyıq. Bunun üçün new edirəm. Yaradacağım virtual maşına ad təyin edirəm. Mən Windows 10, yəni Win10 yazıram. Siz bunu təbii ki, istəyinizə uyğun olaraq qeyd edə bilərsiniz. Quraşdıracağım virtual maşının, yəni folderinin hansı folder olmağını seçirəm. Mən bunu desktopumda virtual papkasını seçirəm. Siz təbii ki, bunu istəyinizə uyğun olaraq qeyd edə bilərsiniz. Əməliyyat sisteminin tipi Microsoft Windows olaraq qalır. Yəni bu default olaraq biz bura Win10 yazdığımıza görə avtomatik olaraq proqram özü təyin edir. Təbii ki, burada yəni Linux belə seçilsə, siz yenə də bura Windows quraşdıra bilərsiniz. Bu sadəcə bizim üçün, yəni burada seçilmiş əməliyyat sisteminə görə minimum tələbləri olan bir template yaradır. Bu hissə bizə ehtiyac deyil. Hardware hissəsindən mən 3 RAM təyin edirəm. CPU 3 CPU təyin edirəm. Yəni daha yüklənmə daha tez olsun deyə. Hard disk bölməsindən 50 GB hard disk, əslində 50 çoxdur, 30 belə bizə bəs eləyir. Çünki bu onsuz virtual şəraitdir, yəni test mühiti üçün istifadə olunacaq. Sonradan lazım olsa, yəni hard diski artıra bilərəm əlavə olaraq. Və burada heç bir dəyişiklik etməyə ehtiyac yoxdur və finish edirəm. Və budur, artıq mənim yeni bir virtual maşınım yaradıldı və artıq mən burada istədiyim dəyişikliklər etdikdən sonra start edə bilərəm. İstədiyim dəyişikliyi deyəndə network ayarları hissəsindən gələrək adapteri, yəni NAT-dan bridge-ə dəyişirəm və mən də hal-hazırda Wi-Fi ilə qoşulu olduğuma görə Wi-Fi adapterimi seçirəm. Hətta istəsəm buradan 2-ci, 3-cü, 4-cü şəbəkə kartlarımı da aktiv edə bilərəm. Sonra OK edirəm. Burada artıq dəyişiklik etməyə ehtiyac yoxdur. Və Optic Drive hissəsindən Windows 10-un ISO-sunu seçirəm. Mən də burada ISO folder içərisində Windows 10 olmalıdır. Bircə dəqiqə. Burada mən biraz daha aşağı versiya bir Windows 10 seçəcəm. Çünki həm virtual şəraitdir, həm də nə qədər parametr, resurs az tələb etsə, o qədər daha yaxşıdır mənim üçün. Çünki bu test mühiti olduğuna görə. Və artıq ISO seçildi. Şəbəkə kartı ilə bağlı ayarları dəyişikliyim olundu. Artıq virtual maşını start edə bilərəm. Və virtual maşınım artıq açılır. Dediyim kimi, yəni bu gözləmə müddətləri sizin kompüterinizin, yəni fiziki kompüterinizin resursundan asılı olaraq dəyişir. Və artıq Windows 10-un loqosu gəldi. Artıq Windows 10-un yüklənmə ekranı gəldi. Buradan bizdən, yəni interfeys dilindən hansı olacağını seçirik. Mən də multi-language bir ISO olmadığına görə sadəcə single language-də ancaq ingilis dilini dəstəkləyir bir sözlə. Burada saatla bağlı, klaviatura ilə bağlı dəyişiklik edə bilərəm, amma mən default olaraq saxlayıram, mənə ehtiyac deyil. Açılan səhifədə install now edirəm. Məndən Microsoft lisenziyam olub-olmadığını soruşur. Mən bu hissəni keçirəm. Skip edərəm. Əgər sizin mövcud lisenziyanız varsa, həmən hissədə qeyd edib next edə bilərsiniz. Lisenziya şərtləri razılaşıram və next edirəm. Custom install seçirəm. Və hal-hazırda mənim virtual olaraq ayırdığım 30 GB hard diskin burada görsəndiyini görürəm. Əgər sizdə bir neçə hard disk varsa, sizin üçün uyğun olanı seçib next edirsiniz. Və artıq Windows 10, yəni yüklənməyə başlayır. Mən videonu burada saxlayacağam, müddəti uzun olmamağına görə yüklənmə bitdikdən sonra videonu davam etdirəcəm. Artıq Windows 10 yüklənməsi bitdi. Bitdikdən sonra bizi belə bir pəncərə qarşılayır. Burada Windows 10, yəni bizim lisenziya kodumuzun olub-olmadığını soruşur. Əgər sizin lisenziya kodunuz varsa, onu bura daxil edib next edə bilərsiniz. Məndə isə bu sadəcə test mühiti olduğuna görə, lisenziya kodum olmadığına görə, yəni sonra leta olaraq seçirəm bunu.
lisenziya kodumu, yəni sonra əlavə edəcəm. Burada Use Express Settings, yəni xüsusi bir dəyişiklik etməyə ehtiyac yoxdur. Deməli belə, artıq açılan pəncərədən bizdən, yəni Microsoft üçün bir akkaunt yaratmağımızı istəyir. Lakin bu bir test mühiti olduğuna görə mən belə bir akkaunt yaratmaq istəmirəm. Və buna görə mən sadəcə device bölməsindən network hissəsinə gələrək network settings edirəm və bridge adapteri internal network edərək interneti seçirəm. Burada təbii ki, siz də bir neçədən ola bilər, istədiyinizi seçə bilərsiniz, heç bir fərqi yoxdur. Və burada mən sadəcə, yəni özüm üçün istifadə edəcəyimi seçib next edirəm. Artıq internetə bağlı olmadığına görə Windows-un, yəni məndən Microsoft hesabı yaratmağı istəməyəcək. Lakin siz də internetə bağlı olaraq bunu etsəydiniz, yeni bir Microsoft hesabı yaratmaq istəyəcəkdi sizdən. Mən skip edib keçirəm və artıq userim üçün ad təyin edə bilərəm. Mən sadəcə user yazıram. Parol təyin etməliyəm. Parolumu qeyd edirəm. Düzdür, parolu sonradan da qeyd edə bilərsiniz. Sadəcə mən bu ekrandan qeyd edəcəm. Parolu xatırlatmaq üçün bir söz yaz. Mən IT Labs yazıram. Təbii ki, bunu yazmaya da bilərsiniz, ya da istəyiniz uyğun olaraq yaza bilərsiniz. Bu tür videoların davamlı gəlməyini istəyirsinizsə, zəhmət olmasa kanala abunə olub, like atmağı unutmayın. Və artıq Windows-un, yəni özünü bizim üçün bir sözlə belə desək hazırlayır. Artıq desktop ekranımız hazırlanır və bu biraz müddət çəkə bilər. Dediyim kimi sizin yaratdığınız virtual maşına parametrlər nə qədər yüksəkdirsə, bu gözləmə müddətləri bir o qədər də daha, yəni tez olur. Və təbii ki, yüklədiyiniz diskin də SSD olması, yəni önəmli bir faktordur. Məndə hal-hazırda, yəni virtual maşını quraşdırdığım disk SSD deyil, hard diskdir. Yəni ona görə bəzən bu müddətlər biraz daha uzun çəkə bilir. Və artıq bizim Windows-un virtual maşınımız açıldı və hazır. Gəlin ilkin dəyişiklikləri edək. Məsəl üçün, saat ayarlarını düzəldək və mən yadımdan çıxmamış network ayarlarında network settings, internal network bridge və Wi-Fi kartım seçilidir. OK edirəm ki, artıq mənim virtual maşınıma, yəni internet gəlsin. Və gördüyünüz kimi artıq internet gələcək. Deməli, nidaydı. Tak. İnternet gələnə kimi mən buradan və internet artıq aktivdir. Saat və ölçü ayarlarını düzəldirəm. Tak, full screen edim, bir saniyə. Full screen mode. Bunu sizə düzəltməyi göstərəcəm. Necə edəcəksiniz ki, tam olaraq full ekran görəsiniz. Lakin ilk öncə saat və tarix ayarlarını düzəldək. Deməli, Baku. Settings. Change United States. Azərbaycan. Tak, language. Latin Azərbaycan. Next. Və artıq gördüyünüz kimi saat və tarix ayarları artıq düzəldi. Klaviatura dili əlavə etməyə ehtiyac yoxdur. Taskbardan artıq olan şeyləri çıxardıram. Mənə heç bir şey maneə yaratmasın. Search ehtiyac yoxdur və vəsiyyət. Artıq, yəni mən Windows-un kompüter, yəni virtual maşın səviyyəsində hazırlamışam və xüsusi bir nəsə etməyə ehtiyac yoxdur. İnternet mövcuddur, gördüyünüz kimi. Connection yazır və mən şəbəkə ayarlarıma baxsam, GPO, görəcəm ki, mənim Wi-Fi-ın üzərində, yəni IP adres alıb, default gateway, DHCP server, DNS server, hər bir şey öz yerində və qaydasındadır. İndi isə gəlin, artıq Windows-un virtual maşınımızı yaratmışıq və biz onu, yəni domenimiz var bizim, itlabs.local, həmin domenə üzv etməliyik. Domenə üzv etməmişdən qabaq, biz gəlin ilk öncə virtual maşınımızı, yəni start edək, daha doğrusu Windows server virtual maşınımızı start edək
və artıq biz, yəni domenimizi görə bilək. Mən bunun üçün ilk öncə VirtualBox açıram. Windows Server, parametrlər 3 RAM, 3 CPU. Yox, mənə maneə yaratmır, amma biraz azaltsam CPU-nu məncə daha yaxşı olur. Aha, güzel. 3 CPU, okey. Və artıq Windows serveri start edə bilərəm. Yox, start etməmişdən qabaq şəbəkə ayarlarını dəyişdirim. Bridge adapter. Okey. Hər bir şey artıq qaydasındadır və start edirəm. Virtual maşın, yəni Windows server virtual maşın açılana qədər mən sizə bu Windows'un virtual maşını necə full screen edəcəyinizi göstərirəm. Deməli, ilk öncə device hissəsinə gələrək Quest CD Image olan hissəni seçirsiniz və artıq bunu seçdikdən sonra sizdə bu hissədə sanki bir disk taxılmışmış kimi, yəni virtual bir diskin gəldiyini görəcəksiniz. VirtualBox-a, yəni aid ikonun olduğunu görəcəksiniz və yazıların olduğunu görəcəksiniz. Əgər sizdə virtual maşın x32 bit, yəni 32 bitsə x86 yazılanı seçirsiniz. Yox, 64 bitsə artıq, yəni 64 bit yazılını da seçə bilərsiniz və yaxud da sadə yazılanı da seçə bilərsiniz. Yes edirəm. Açılan pəncərədə next edirəm. Bir də nəzərinizdə olsun ki, virtual maşın sonda restart olunmalıdır. Next edirəm. Bu hissədə heç bir dəyişiklik etməyə ehtiyac yoxdur və install edirəm. Və artıq imicin yüklənməsini gözləyirəm. Switch. Sanki xəta yox, xəta olmadı. Yüklənmə başladı Windows serverdə. Sadəcə mən hələ ki Windows serverə yox, Windows 10-la bağlı baxıram. Gördüyünüz kimi məndən, yəni Windows'un virtual maşını reboot etməyimi istəyir və finish edərək reboot edirəm. Əgər siz həmən vaxt istəmirsinizsə, yəni sonra da edə bilərsiniz təbii ki. Lakin etməyənə qədər sizdə full screen olmayacaq. Bunu da nəzərinizdə olsun. Bir də bəzən olur ki, bu, yəni diski yüklədikdən sonra belə resolutionla bağlı dəyişiklik etməlisiniz. Əgər bizdə də elə bir şey olsa, mən sizə göstərəcəm. Artıq view bölməsindən full screen mod olaraq seçirəm. O seçimi hələ mənə göstərməməsini istəyirəm və virtual maşınımın açılmağını gözləyirəm. Və budur. Artıq iki virtual maşınım, ikisi də aktiv olaraq işləyir və hal-hazırda mənim Windows 10, yəni kompüterim, virtual maşınım daha doğrusu, yəni full screen etdikdə artıq daha böyük ekran olaraq görsənir. Əgər sizdə də düzdür, böyük ekran olaraq gələcək, lakin işdir birdən gəlməzsə, yəni resolution hissəsindən ekranınıza uyğun olaraq resolution seçsəz, artıq bu problem aradan qalxmış olacaq. İndi isə gəlin biz Windows 10, yəni kompüterimizi domenə salaq. Yəni bizim bir mövcud domenimiz var. itlabs.local və hal-hazırda mən server 2022-ni açsam, bircə dəqiqə, import, keyboard, Ctrl atdım. Domain userimin, yəni administratorumun daha doğrusu parolunu qeyd edirəm. Userimin açılmağını gözləyirəm. Bizə belə deyək, burada 2 ədəd şey lazımdır. 1. Domain controller IP adresi. 2. Domain controllerdə, yəni yaratdığımız userin məlumatları. User adı, bir də təbii ki, parolu, yəni şifrəsi. Ola bilər, məndə server biraz ağır işləsin, dediyim kimi. Sizdə həm əməliyyat sistemi SSD-nin üzərindədirsə, həm də ki, fiziki parametrləriniz yüksəkdirsə, o zaman daha sizdə, yəni daha tez sürətli işləyəcək. Hal-hazırda Windows 10
əməliyyat sistemi olan virtual maşında şəbəkə ayarlarına baxsam, 192.168.100.47 IP-sini aldığını və DNS server olaraq da routerumun IP-si 192.168.100.1-i aldığını görəcəm. Eyni qaydada serverimdə server manager hissəsindən lokal serveri seçərək bu hissənin özünə gəlməsini gözləyirəm. IPv4 hissəsindən şəbəkə kartı ilə bağlı, yəni parametrlərinə, ayarlarına baxıram. Və gördüyünüz kimi 192.168.100.48 IP-sini mənim serverim almışdır. Düzdür, biz bunu real mühitdə istifadə etmiş olsaydıq, o zaman bizim serverimizin IP-si təbii ki, statik olaraq qalmalıydı. Yəni bu dəyişdirilə bilməz. Yəni dəyişilən DSP üzərindən alınan bir IP olmamalıdır. Lakin bu test mühit olduğuna görə bizim üçün o qədər də böyük bir rol oynamır. İndi isə keçək Windows 10 kompüterə. Deməli, belə bir şey yoxlayaq. Ya da ki, buradan yox, CMD ilə ping verək. Düzdür, ola bilər ki, serverdə ping bağlı olsun, amma yenə də yoxlayaq. 100.48. Xeyr, serverdə ping bağlı olmadığına görə mən də, yəni serverin IP-sini ping etdikdə getdi. Lakin biz kompüteri domeni salmamışdan öncə şəbəkə ayarlarında bir dəyişiklik etməliyik. Bu dəyişiklik Windows 10 virtual maşının, istər Windows 10 olsun, 11 olsun, 7 olsun, bunun heç bir fərqi yoxdur. IPv4 hissəsindən gələrək DNS hissəsində, yəni DNS-i əllə rusmay olaraq, yəni yazırıq. Birinci DNS olaraq aktiv direktorumuza IP adresinə qeyd edirik. İkinci DNS olaraq Google-un DNS-lərini qeyd edə bilərsiniz. Və yaxud da ki, sizin iş mühitinizdə hansı DNS qeyd olunmalıdırsa, onu qeyd edə bilərsiniz. Və gördüyünüz kimi, artıq mənim DNS serverimdə 192.168.148 və Google-un DNS-ləri də yanır. Bunu nəyə görə etdim? Mən onu sizə göstərəcəm. Deməli, bunu etdikdən sonra ikinci addım olaraq ZSPC üzərində sağ düymə vururuq, Properties edirik və aslan hissədə Advanced System Settings bölməsinə daxil oluruq. Computer Name hissəsinə daxil olaraq Change yazısını seçirik. Burada bizim kompüterimizin adının qeyd olunduğu görürük. Bunu Windows'un, yəni default olaraq qeyd etdiyi bir addır. Yəni heç bir önəmi yoxdur. Lakin mən bunu dəyişərək belə bir ad təyin edə bilərəm. PC 01. Təbii ki, bunu istəyə uyğun olaraq yazırıq. Siz öz mühitinizdə sadəcə səliqəli görsənməsi adından, yəni ikinci əlavə edəcəyimiz kompüter PC 02, 03, 04 bu ardıcıllıqla davam elətdirə bilərik. Hal-hazırda bizim kompüterimiz workgroupdadır. Lakin mən bunu itlabs.local domeninə əlavə edəcəm. itlabs.local. Yazılışda heç bir səhv etmək yoxsa qəbul olunmayacaq. Və artıq OK vururam. Və gördüyünüz kimi domenimi gördü və bu da domenlə mənə hər hansısa bir userin, yəni parolunu user name-ini və parolunu yazmağımı istəyir ki, mən yəni həqiqətən də o domenə üzv ola bilərəm, yoxsa yox, bunu təsdiqləsin. Əgər biz DNS-də, yəni aktiv direktorun IP adresini qeyd etməsəydik, bu hissə bizdə açılmayacaqdı. Axtarıb bizim aktiv direktorunu tapmayacaqdı və xəta ilə qarşılaşacaqdıq. İndi isə gəlin administrator userimizi qeyd edək. Administrator və userin parolunu qeyd edək. Və gördüyünüz kimi artıq biz itlabs.local domeninin üzvüyük. Düzdür. Əgər bir kompüteri domenə salmısınızsa, sizdən restart tələb edəcək. Mən restartı verirəm. İndi isə keçək Windows Server 2022-yə. Burada bir neçə dəyişikliklər etməliyik. Daha doğrusu məlumatlar əldə etməliyik. Tools bölməsindən Active Directory Users and Computers bölməsinə daxil oluram. Və itlabs.local
domen açıram. Bu hissədə biz də deməli, keçən videolarımızda qruplar yaratmışıq da, daha doğrusu organization unitlər yaratmışıq. 28 may baş ofis, bunları filial olaraq bölmüşük. Nərimanov filialı deyək ki. İndi bizdə hal-hazırda baş ofis filialında 2 ədəd userimiz var. Yəni Active Directory useri. Gəlin yeni bir user yaradaq. New edirik. Users seçirik. First name IT Labs. Last name ehtiyac yoxdur. Username IT Labs olaraq qeyd edirəm. Next edirəm. Bu hissənin nə olduğunu mən o biri videolarda izah etmişəm deyə yenidən izah etməyəcəm. Sadəcə parolun müddəti bitməsin deyə seçimimi seçirəm. Sonra isə parolumu təyin edirəm user üçün. Təbii ki, burada yəni Active Directory-ın müəyyən bir tələbləri var. Böyük hərf, balaca hərf olmalıdır. Minimum 8 simvol olmalıdır. Yəni bu qaydalara riayət etməliyik, yoxsa parolu təyin edə bilmirik. Və artıq bizim userimiz hazırdır. İndi isə keçək Windows 10 virtual maşınına. Və artıq Windows 10 virtual maşınımız özünə gəlib. Lakin artıq yəni əvvəlki Windows 10-dan bir fərqlilik görəcəksiniz ekranda. Sol tərəfdə aşağıda as a user, yəni başqa bir user seçimi gəlir. Və gördüyünüz kimi sign into IT Labs, yəni IT Labs domeninə artıq biz buradan hər hansı bir username və parolu yazaraq qoşula bilərik. Bizim username'imiz IT Labs, parolumuz isə standart olaraq təyin etdiyim bir paroldur. Bunu qeyd edirəm. Və gördüyünüz kimi artıq IT Labs userli, yəni desktop ekranı hazırlanır bizim üçün. Mən burada əgər hər hansısa bir parolu səhv yazsaydım və yaxud da ki, bizim şəbəkə üzərində domen kontrollerlə əlaqəmiz olmasaydı, bizdə fərqli, yəni xətalar verə bilərdi və xətanı nəyə görə verdiyini orada qeyd edir. Parolumu yanlış səhv yazmışıq və yaxud da Active Directory ilə əlaqə yoxdur və s. Lakin məndə hal-hazırda həm Active Directory ilə əlaqə mövcuddur və parol da düzgün olduğuna görə, yəni mən IT Labs userinə daxil ola bilmirəm. Və budur, artıq bizim IT Labs userimiz aktivdir və users hissəsinə baxsaq, artıq IT Labs-ın yəni qeyd olunduğunu görəcəyik. Deməli, biz hal-hazırda Windows 10 virtual maşınına Active Directory-də yaratdığımız IT Labs useri ilə daxil olduq. Həm də artıq bu userin yəni hər hansısa bir administrator hüququ yoxdur. Sadə bir userdir. Misal üçün bunu necə yoxdura bilərik? Deyək ki, gələk puska cmd yazaq və sağ düymə üzərində run as administrator eləyək. Və gördüyünüz kimi artıq məndən IT Labs domeninin yəni administrator hüququ hər hansısa bir userin adını və şifrəsini istəyir. Mən əgər həmin user, yəni burada administrator adını və parolunu qeyd etsəm, yes vursam, artıq mən cmd olsun və yaxud da hər hansısa bir proqram olsun, onu artıq bir administrator kimi aça bilərəm. Lakin tək başına bu userin özünü sadəcə müəyyən bir, yəni limitli, yəni belə deyək də, imtiyazları var. Sadəcə limitli bir hüquqları var. Oldu dostlar. Bu günlük bu qədər. Sağ olun. Növbəti videolarda görüşənə qədər kanala abunə olub like atmağı unutmayın.